Cheers Zosi. Suylarımızla. Zosilər gəldi. Gəldik valla. Daha bir epizodla. Görək bugün başımıza nələr Qarşınızdayıq. gəlir. Görək bugün necə olur. Necə hiss edirsən özünü? Mental breakdowndan danışaq. Ay mən bugün bir mental breakdown yaşadım. Bura yazdıq. Maraqlısı odur ki, podruqam gəlmişdi. Onunla görüşdüm. Yaxşı ki gəldi. Çox yaxşı timing oldu. Başqa podruqam Zosi yox. Zosi yox. Biz Zosi ilə Zosiləri çəkəndən çəkənə Zosi görüşürük. yoxdur belə bir şey. Biz niyə belə olduq? Biz Bilmirəm. bunu düzəltməliyik. Nəsə prosta sadəcə çox məşğul olduğumuz dövrdəyik. Hə, biraz çox beziyik. O da mən də zaten o mental breakdownu yaşamışdım deyənə rəfiqəm dedi, gəlirəm basayına, dedim gəl. Düşdüm biraz özümə gəldim. Heç nə də Zosi, hormons. Ha, hormonlar. It's hormones. Hormonaldır. Hər zaman. Yəni ki, mənə elə gəlir ki, qadınlarda əsasən bu daha çox 100%. özünü büruzə verir. Gün ərzində o hormonlarımın dəyişimini gün ərzində belə hiss eləyirəm. Yəni aylarda o nə qədər dəyişir, o ayrı bir mövzu, amma gün ərzində belə dəyişir. Amma özümə gəldim. O çıxdı məndən. Belə bir dərin nəfəs aldım. Bir də bir neçə realizationa gəldim. Bəlkə bu gün burada da o haqqda paylaşaram. Və sizə də kömək olar bəlkə. Okay. Yeah. Çox maraqlı oldu mənə indi nələr. Yəqin ki, belə Amerika açmış kimi bir şey olmayacaq. Sadəcə olaraq bizim belə şeylərə, reminderlara ehtiyacımız var. Bəzən çox bəsit bir fikir belə eşidirsən, başa düşürsən ki, çox bəsitdir, amma bunu bu an eşitməyə ehtiyacın var idi. Çox elədir. Hətta bəzən elə olur ki, bir fikri bilirdin onsuz da, amma o qədər unutmusan ki, sonradan deyirsən, doğrudan mən bunu axı bilirdim və bunu bir zamanlar həyatımda eləyirdim, amma yəni yadımdan çıxıb deyə gedib. Sonra təzədən eyni insight-ı bir daha alırsan. Başa. Dərk etmə. Insight sözü dərk etməkmiş. Insight, yes. Onu bir daha alırsan. Sən necəsən Zosi? Zosi, məndə də sən demiş, yəni ayda bir 2-3 gün PMS vaxtı. Oh my god. Mental breakdown sözünü yaşayıram, yəni. Elə bilirəm ki, həmin gün tamamilə hormonaldır o, yəni ki, heç bir arxasında heç bir səbəb olmasa belə birdən belə şey oluram. Yəni dünyanın ən pis günüdür. Hər şey həyatımda ən pisdir və daha pis ola bilməzdi. O düşüncə birdən belə gəlir və sən o düşüncədən başqa heç nə düşünə bilmirsən və başlayır belə gözümdən yaşlar axmağa. Bax, mən bu gün o vəziyyətdəydim. Ay, yeram səni. Öz-özümə dedim ki, mən loseram, yoxsa bu yenə mənim hormonlarımdır. Sonra belə bir tam o olur məndə də. Yəni tam o hiss olur ki, hər şey çox pisdir. Pisdir, hə. Görəsən, hə də, yəni hormonlar. Hə, bunu yaşayırıq. Qadınlar olaraq bunu yaşayırıq, hər ay bunu yaşayırıq. Çox maraqlısı çox budur ki, üstümüzə gəlməyin o günlərdə. Zosi, elə bil ki, yaşım artdıqca da deyəcəm, çox şey səslənəcək, elə bu qocalıram, amma ta heç o deyil. Amma elə bil daha da belə pikləşir o hissləri yaşamaq. Ya məndə də yəqin ki, hiss edirsən. Son zamanlarda mən özümdə məsələn hiss edirəm ki, yəni hormonal dəyişikliklər yaşla 100% olur qadının bədənində, amma ki mənim tam bilirəm ki, ayda birdən belə ağlamağa başladımsa, artıq o bilirəm ki, okey, 2 gün qaldı. Yəni o özündən asılı olmayan bir şeydir ki, heç bir şeydən mənə prosta ağlamaq belə yüklənir də. Başqa cür kontrol edə bilmirəm onu və ildə bir gün ağlayır. İldə yox. Ayda bir gün mütləq ağlayıram. 100%. Mən daha çox ağlayıram, amma o başqa günlər də ağlayırsan. Hə, Zosi, mənə gəlir mental breakdown bir də gördüm. Breakdown. Yəni təbii ki, PMS dövründə daha həssas yaşayıram bunu. Amma olur məndə belə. Məsələn, otururam, iş görürəm, nəsə alınmır, o başlayırsan ay sən. İstəyirəm o an 5 yaşındakı uşaq kimi ağlayım, kimsə gəlsin o mənim yerimə düzəltsin. Amma mən sadəcə ağlayıb gözümü yaşımı silib özüm onu düzəldirəm. Təbii ki, amma o mənə bir rahatlıq verir. Ya emosiyalarınla necə şeysən də, yəni barışıqsan. İsterikadırsa o isterikada çıxmalıdır mən. Nə gözəl Zosi. Yo, yaxşıdır. Yəni bəlkə də o çıxmalıdır ki, çıxır. 100%. İstəyirsən o mental realizasiyaların haqqında indi danışmaq, yoxsa? Əslində yeri gəlmişkən bəlkə indi desəm çox yerində olar. Yəni bir şeyi anladım. Elə bu günlərim oturub bu divanda Zosini gözləyərək dedim, ayda necə oldu ki, mən səhər hansı muddaydım, günorta hansı muddaydım, indi hansı muddayam və başa düşdüm ki,
beynim günün hansı dönəmində və yaxud hansı hissi yaşayıramsa, o an o fikrə yəni odaqlananda, fokus olanda həyatımdakı hər şeyi artıq o prizmadan dəyərləndirməyə başlayıram. Məsəl üçün Başa düşmədim. Məsəl üçün özümü çox down hiss eləyirəm. Beynim fokus olur down hissinə və artıq down hissini yaşayan insan kimi hər şeyi dəyərləndirməyə başlayıram və fokusum ancaq ona yönəlir və bir də başa düşürəm ki, ancaq beynim down olmağa fokuslanıbdır və artıq bütün problemlərə, həyatımda baş verən hər şeyə o prizmadan baxıram deyənə, biraz da özümü soxuram onun içinə. Anladım. Halbuki özümü biraz belə ayıltsam ondan, o bilmirəm, indi yadıma düşmür, bəlkə epizod əsnasında yadıma düşər deyərəm, onun bir ifadəsi var ağlımda, dilimə gətirə bilmirəm. Amma doğrudan da elədir ki, o özünü nəyə настраивать eləyirsən, beynini nəyə настраивать eləyirsən, onu daha çox görməyə başlayırsan həyatında və mən özümü neqativə настроить eləmişəm son bir neçə gündür. İndi artıq bəlli səbəblərdən hamımız anladıq və başa düşürəm ki, ona görədir. Çünki bir dənə yaxşı şey görməyə çalışmıram, ancaq hər şeyə o prizmadan baxıram. Halbuki bir dənə belə özümü stresli eləsəm, baxsam belə ki, okey, hər şey o qədər də pis deyil ki, artıq axşama doğru ağladım, biraz rəfiqəmlə danışdım, bir də sən gəlirdin, ona look forward eləyirdim, keçdi. Bəs belə məsələn ayda bir neçə dəfə olur bu səndə, yoxsa ancaq bu hormonlarla əlaqəli? Ümumiyyətlə artıq yəni dilə gətirəcək qədər, yəni mən əvvəl bunu demirdim ki, mən trevojni insanam, düzdür? Əvvəl mən bunu heç vaxt demirdim. Çünki əvvəl mən belə olduğumu düşünmürdüm, amma son zamanlarda həqiqətən özümdə fikir verməyə başlamışam ki, məndə anxiety bayağı yüksək imiş və elə komment eləmək istəyirəm ki, o kadra deyə bilmirəm də prosta. Şərti təlaş deyə bir şey olduğunu düşünürəm. Yəni hal-hazırda üstümə çox şey götürmüşəm honestly və deyəsən fireworks-dur Zosi. Bu günlərdə Respublika günümüzdür. Ona görə başlayıblar salut atmağa, eşitsəz. Parta. Amma bu gün olmalı deyil də. Yəni bu gün olmalı deyil, sabahlarımdır böyük. Sabah gedərik, bəlkə gedib baxarıq. Gedərsən bu istilərdə ancaq sən gedə bilərsən ora. Experience. Amma nəsə maraqlı bir şey deyəcəydim, yadımdan çıxdı. Deyirdin ki, çox şey üstlənəndə. Üstümə çox şey üstlənmişəm. Nəyisə də üstlənəndə istəyirəm onu ən perfect halı ilə deliver eləyim. Onun stresidir. Yəqin ki, ona görə çoxlu təlaş hiss edirəm. Yəni də çox normaldır Zosi, mənə də elə gəlir ki, həyatımızda bu stresslərin varlığı, nə bilim, bunlardan keçməyimiz insan halıdır da, yəni insanlıq halımızdır ki, 100%. hər birimiz həyat bunlarla. budur. Yəni ki, bilmirəm, yəni mən məsələn normalda bəlkə də biraz daha insanam, belə həmişə hər şey pozitivdən baxan insanam. Hətta buna görə daha çox tənqid olunmuşam həyatımda ki, sən də hər şeyə pozitiv baxma da, yəni qoy oturaq biraz şikayət eləyək. Mən anında zato şeyim var mənim, fəlsəfəm var ki, və artıq ən pis anımızda belə mən belə birdən qalxıram ki, zato filan şey, yəni çox yaxşı bir şey deyil. Yəni bu dərəcədə də hopeless romantic deyirlər də, olmaq da yaxşı şey deyil. Amma yəni özü adıma belə deyə bilərəm. Niyə yaxşı bir şey deyil ki, Zosi? Neqativini harda hiss eləyirsən onu? Yəni yanındakı insanlar üçün çox yaxşı şey onlara deyil də. validation vermirsən, o hissi yaşasınlar. Yəni imkan vermirsən ki. Həm imkan vermirəm, həm mən belə çox pozitivəm deyə yanımda belə kimsə nəsə pis şeylər danışanda mənim modum başlayır düşməyə. Doğrudan. İstəmirəm onu eşitməyi də, başa düşdün? Və o söhbəti fırladırsan ki, modun düşməsin. Yox, söhbət fırlatmıram. Yəni ki, o insan da artıq istədiyi qədər yanımda rahat şikayət eləsin. Artıq bilir ki, mənim yanımda şikayət etsin, məncə müsbət şey deyəcəm də. Yəni ən pis halda belə sadəcə müsbəti görürəm və bu yaxşı. Bilirsən necə? Yəni dediyim kimi də, yəni ki, köçək Hindistana, çünki müsbət 10 dənə şey sayaram da Hindistanla bağlı. Halbuki reallıq da var da, yəni hər şey müsbət deyil axı Hindistana köçsəm. Başa düşdüm, biraz hopeless romantikdir də məndə vəziyyət. Sadəcə pozitivləri görmək. Amma bu yaxşı şeydir, amma elə bir dövrümüz də olubdu ki, sən mənim üstümə şikayət üstünə də olubdu. Elə ona gətirirdim ki, yəni mənim qədər hopeless romantik belə şərti təlaşlar yaşayır. Yəni elə həyatımın elə bir dövrü ola bilər ki, çox dibə düşüm, çox pis şeylər yaşayım. Çox normaldır da. Yəni dediyim kimi,
yəni ayda 1-2 həftə hamımızın ağlından bu qara düşüncələrin Bəli. keçməsi həyatımızın bir parçasıdır. Heç nə, bu gün onlara icazə verdim biraz yaşasınlar. Lazımdılar. Onlar da biraz bu bədənin içində var olsunlar. İcazə verdim, yaşadım və artıq özümü yaxşı hiss eləyirəm. İndi keçək mövzularımıza. Keçək mövzularımıza. Sən deyəsən mövzularla gəlmisən. 1-2 dənə mövzu ilə gəlmişəm. Birinci danışmaq istədiyim mövzu Michelangelo effektidir. Michelangelo bilirik ki, Renesans dövrünün məşhur incəsənət xadimlərindən biridir. Və psixologiyada bu adda bir sindrom var daha doğrusu. Və bu sindrom nə deməkdir? Effekt. Effekt Michelangelo daha doğrusu. Sindrom deyil, səhv dedim. Bu nə deməkdir? Deməli, əfsanəyə görə Michelangelo heykəllərini düzəldəndə və onu bilirik də, yəni ən məşhur işi David heykəlidir və dünyada gəlib keçmiş ən önəmli işlərdən biri sayılır. Onun belə bir fikri var idi ki, mən deyir bir mərmər blokunda artıq o heykəl var. Mən sadəcə qıraqdakı, kənardakı artıq şeyləri təmizləyirəm. Amma o heykəl onsuz da o blokun içindədir, o mərmərin içində. Tam bir artist. Yəni olduğu kimi, yəni David elə bil ki, o əslində o mərmərin içindədir. Mən sadəcə qıraqlarını yonta-yonta onu çıxardıram və bunu psixologiyada insanlar üzərinə də belə gətirirlər ki, yəni biz hər birimiz sevdiyimiz insanı yonta-yonta, əzib, büzə-büzə düzəldib ondan içindəki potensialını bayıra çıxarda bilərikmi? Sən bu haqqda nə düşünürsən? Mən bu haqqda nə düşünürəm? Hər şeyə bir ad qoyurlar düşünürəm. Birinci ağlıma gələn o oldu. Ay Allah, hər şeydə. Mən də bugün heykəlcəyə geyinmişəm təsadüfən. Bu Matisse-dir özü də. Çox gözəldir Zosi. Tam bir mövzuya uyğun. Tam mövzuya mükəmməl bədən. Var belə də ki. Qojudan qalma geri. Mütləq, yəni o şey olmalıdır orada bir. Matisse mən çox sevirəm amma Zosi. Mənim ən sevdiyim rəssam Matisse-dir. Ən sevdiyim odur. Maraqlı. Ən sevdiyim dedin, indi ağlıma heç kim gəlmədi, amma mövzu o deyil. Michelangelo'dan danışırdıq. Taçi onun xəbəri olmadan onun adına həsr olunmuş effektdən danışırdıq. Mən biraz sən mənə göndərmişdin, yəni bu effekt haqqında ki, biz bu haqqda danışaq və mən biraz bunun belə dərinə girəndə başa düşdüm ki, bu Michelangelo effekti ancaq result oriented bir effektdir və indi fikrimi izah eləyəcəm. Məsələn, elə partnyor var ki, həqiqətən də motivə eləmək üçün öz yanındakı partnyora, yəni deyir ki, hə, məsəl üçün ən bəsit nə deyə bilərik? Sən bacaracaqsan. İdmanla məşğul ol, səndə alınacaq məsələn. Və elə insan var ki, həqiqətən də ondan motivate olur, gedir idmanla məşğul olur və həqiqətən də Michelangelo effektini burada görə bilərik. Çünki rezultat Michelangelo effektinin definitionu nədirsə ona uyğundur. Amma bir də bunun məsələn pressure kimi qəbul edib bundan negativ yəni bir şey götürən insanlar da ola bilər. İçində məsələn nə bilim, içində hansısa insecurity var, let's say, və deyə bilmir və yaxud bəlkə də özünü sevdirmək üçün başlayacaq onu eləməyə və əgər eyni behavior, eyni davranış fərqli rezultatlar verə bilər. Amma bu yaxşı rezultat verirsə, nəticə verirsə, bu Michelangelo effekt sayılır. Eyni amma davranış o effekti vermirsə, bu Michelangelo effekt sayılmır obviously. Və bunun əksi yoxdur. Araşdırdım ki, okey, əgər Michelangelo effekti deyilsə, eyni davranış bu effekti vermirsə, bu rezultat nəticəni vermirsə, onda nədir adı? Yoxdur elə ad. Hələ onu araşdırmayıblar. Deyir hələ filozoflar ona da gəlib çatıb, psixoloqların, filozoflar demək, psixoloqlar prosta sadəcə olaraq bu effekti araşdırıblar, ona görə belə bir şey. Bilmirəm, yəni təbii ki, normal ünsiyyətdə, ümumiyyətlə hər şey bir ad qoymaq bizim həyatımızı asanlaşdırır hardasa. Əslində mən ona yəni bu effekt və qarşısında bir effekt adı olmalıdır kimi baxmıram. Yəni
bu davranış biçimi dünyada nəyi xatırladıbsa, məsələn hansısa davranış biçimi narsistdir, yəni Yunan mifologiyasından birini xatırladıb, adını qoyublar o. Yəni mütləq bu belə oradan baxmıram, yəni effektin adı budur, tərəfdən baxmıram. O sözü belə şey elədim ki, sən çox biassan, ay Michelangelo effekti. Tam tərsi, yəni o davranışa sadəcə o şey yaxın gəlib deyə başa düşdün. Yəni təbii ki, behavior-ı, yəni davranışı analiz eləyib vermir də. Yəni konkret o nəticəyə görə o Michelangelo effektini zaten define eləyirlər anlayış kimi. Yəni davranışdan asılı deyil. Davranışı, yəni ki, sən insanlarda olan potensialı onlara göstərən, onlarda o işığı görüb sən bacaracaqsan deyən adamlarda Michelangelo effekti var. Ancaq əgər o adamda qatılmır. İşte elə deyil də. Mən də elə düşünürəm. Elə deyilmiş. Davranış deyil. Rezultatdan getmir axı söhbət. Nəticəsi elə olursa. Söhbət ona gəlir ki, sən elə insansan yoxsa yox. Sən yəni nə bilim 50-də belə işlədi, Pirvəlidədən getmir söhbət. Kimdəsə Michelangelo effekti işlədi məsələn. Mən elə anlamıram bu termini. Yenə ikimiz də fərqli oxumuşuq. Hedonizm kimi. Aramızda bir şey deyil. Yox, mən elə anlamadım o effektin adını. Yəni Michelangelo effekti sənin özündə varmı? Sən insanlarda gözəlliyi görürsənmi? İçindəki potensialı görə bilən insansanmı, yoxsa görməyən? Belə anladım. O fərqlidir axı. Bir var sən insanı motivate eləyirsən. Məsəl üçün, sən yaxşı niyyətlə onu elə bir formada deyə bilərsən ki, insanı nabarot demotivate eləyəsən və heç vaxt gedib məsələn deyə bilərsən ki, get arıqla, səni arıqlasan daha çox yaraşacaq. İnsan ondan özünü down hiss eləyər və gedər nabarot daha da çox yeyər stressdən. Onda o Michelangelo effekti deyil yəni. Birini arıqla. Ona görə mənə elə gəlir o nəticə potensial olaraq yəni şey olmalıdır. Nəticə orienteddir kimi gəlir mənə. Mən tam fərqli. Mən bilirsən necə anladım? Yəni sən şey insanlardansan, belə biri ilə tanış olanda artıq o çox uğurludur, həyatında bir yerlərə gəlib çatıb, nə bilim, bacarıqları göz önündədir və okey, mən belə bir adamla olmaq istəyirəm. Daha normal, sağlam düşünən insandır da. Bir də var ki, belə gedir, görür o belə kölgədə qalan, amma deyirəm, mən səndə o potensialı görürəm, mən səndə o potensialı hiss eləyirəm. Bir Michelangelo kimi baxıram sənə. Mən o tərəfdən baxıram, yəni insanın özündə, sən özündə Michelangelo effekti olan birisən, yoxsa deyilsən kimi. Rezultatı I don't care. Rezultatı you don't care. Əgər o aspektdən baxsam, bildin də nədən danışıram? Hə, başa düşdüm. Mənə elə gəlir ki, hardasa hə, amma hardasa da yox. Deyə bilmərəm ki, 100% mən elə insanam. Yox. Çünki mən o birinci kateqoriyanı da özümə çox yaxın bilirəm. Hazır olsun belə hər şey. İdeal paketdə belə bandikli zat. Gətirsinlər belə qoysunlar qabağıma, mən də götürüm onu. That's the best. Best case scenario. Qatılıram. Digər ki, o birisində olub həyatımda. Dostlarıma qarşı, məsələn, dostlarımda onu sevirəm eləməyi. Dostlarıma qarşı həmişə elə oluram. O bir də gördüm içimdən bir koç çıxır. Alınmamış bir koç çıxır belə, başlayıram bir speechlər eləməyə. Məncə səndə də var, sən də bayağı onu eləyirsən. Amma çox da peşmanam elə. Doğrudan. Şimdiki Michelangelo öldürməyə çalışıram. Amma sən bizim bir dənə dərsimiz var, orada həmişə bu hərəkət eləyəndə çox xoşbəxt oluram. I swear to God. Gəlmişdi yenə. Neysə, sən bitir, mən də öz Michelangelo-luğuma keçərəm. Dostluqda yəqin ki, eləmişəm. Ümumiyyətlə, ailə üzvlərimə qarşı da beləyəm. Bacılarıma qarşı da beləyəm. Yəni, səncə bu yaxşı bir şeydir, yoxsa necə hiss edirsən bununla bağlı? İşte mən deyirəm ki, bu o zaman yaxşıdır ki, qarşı tərəfə pressure hiss elətdirmir. Çünki bəzən həqiqətən də fərqində olmadan o pressure yükləmiş ola bilərsən qarşı tərəfə. Sən bacararsan deyib hardasa ona da inandırarsan, amma qarşıdakı insan da bəlkə içində ya hazır deyil hələm o momentə və yaxud da içində elə çözməmiş bir çox şeylər var. Yəni həmişə yaxşıdırmı? Deyil məncə. Yəqin ki 50-50. Mənə elə gəlir Zosi. Yəni 100% deyə bilmərik ki, belədir ya elədir. Amma sən danışın. Mənim də beynimdə bu düşüncə əvvəllər desən, yəni mən əvvəllər çox buna inanan insan idim ki,
Yəni sevdiyin insanda, yəni daha doğrusu sənin sevdiyin insanın çox uğurlu olduğu qədər çox uğursuz olmasında da rolun çox böyükdür. Mən buna inanırdım və mən inanırdım ki, yəni sevdiyin insanları həmişə çox həvəsləndirmək lazımdır, çox yüksəltmək lazımdır. Onların özlərində görmədikləri işıqları sən onlarda görmüsənsə, sən buna və mən çox elə bir insan idim əvvəllər, hədsiz elə insan idim. Dostlarıma da qarşı, ailə üzvlərimə də, partnyorlarıma da qarşı həmişə belə bir insan olmuşam. Amma sonradan başa düşdüm ki, Ən gözəli hazıra nəzir. Yo, o belə o söz var türklərdə. Cəfasını mən çəkdim, sən. Yəni bir də görsən ki, sən kimisə inkişaf etdirirsən, bir nöqtəyə çatdırırsan və o sənin ondan belə David yaratdığın adam artıq Daviddir deyə, deyir ki, abi dəqiqə mən Davidəm, getdim. Anladın? Qızından çıxıb qızını bəyənmir. Yəni ki, onu da yaşadım çox insanlarla ki, yaşadıq. Qarşılıqsız dəstək olursan, qarşılıqsız çox kömək eləyirsən kiməsə filan və yaxud hər cür ona inandığını göstərirsən. Nəticədə o özünə o qədər inanır ki, özünə aşiq olur. Sənə deyir ki, bye. I know. Ondan sonra mən də düşündüm. Bir də ümumiyyətlə xüsusilə bizi izləyən qadınlara, qızlara, yəni demək istəyirəm ki, heç kəsdən David yaratmağa ehtiyac yoxdur. Yəni ya David qabağınıza çıxacaq və siz o Davidlə eyni səviyyədə olduğunuz üçün yaxşı bir şey olacaq, ya da ki, yəni siz ya da biz o insanlar deyilik ki, belə insanların potensialını üzə çıxarmaq üçün özümüzü öldürək. Amma belə də insanlar var ki, elə bil prizvanyaları o deyə Zosi. Yəni var da elə insanlar ki, hansılar ki, həqiqətən də elə bil onun üçün dünyaya gəliblər. Bəzən elə onlar elə bir professiyada seçirlər özlərinə. Nə deyirlər ona? Professiya ilə professiyadır. Professiyalar, peşə seçirlər ona uyğun. Çünki o həqiqətən də doğal olaraq çalışmadan başqa insanların həyatlarına yaxşı mənada təsir eləyə bilirlər. Mən o gücü məsələn öz böyük bacımda görürəm Zosi. Onda da var o şey. Onda da var o şey. Bir də bayağı var, yəni elə belə yox. Var elə insanlar ki, belə təbii olaraq o içindən onu eləmək gəlir. Up until the moment. Onlar o belə o kimlərəsə onu elədikləri üçün nəticədə o realization gələndən sonra bir daha eləməzsən onu heç kəsə. Yəni mənim məsələn içimdən artıq gəlmir o dərəcədə heç kəsə belə move forward deməyə. Bir də mənə elə gəlir ki, insan o aydınlanmanı yaşayandan sonra bəlli nöqtədən sonra o qədər artıq istəyir özünə odaklansın ki və öz growth-una odaklansın ki, deyir əşi. Bir də yəqin ki, yaşla əlaqəlidir Çox güman ki, yəni 20-lərin əvvəllərində filan belə. Onda adam özünü hero hiss edir. O validationu sevirsən ki, validation görmürəm orada. Daha çox şey kimi görürəm. Yəni o yaşda sənin həyatına girən insanlar da 20-lərinin əvvəllərində gənc insanlardır, potensiallı insanlardır. 30-ların ortalarında insanlar artıq bir potensial varsa indiyə kimi ya çıxmalıydı, yoxsa çıxmayıbsa sən onda nə potensial çıxara bilərsən ki, ekstradan bilmirəm. Elə də demə də Zosi, mən inanıram ki, bizdə hələ üzə çıxarılmayan potensial vardır. Birdən bir rəssam olacağıq. Rəssam olmaz. Heykəltaraş. Mərmər blokunda insan görməyə başlayacağıq. Yox, yəni mən inanıram ki, insan hər yaşda özündə yeni bir potensialı kəşf eləyə bilər Zosi. İndiyə kimi kəşf etmədiyi, ya da indiyə kimi bilib amma üstünə getməyib. Ya o ya da ümumiyyətlə kəşf etmədiyi də ola bilər. Məsələn, sən nə bilirsən, bəlkə sən bir gün çox yaxşı gardener olarsan. Bəlkə hələ bilmirsən. Yox, məncə bir belə. Yəni ancaq nəyə bu mövzuda qatılıram sənə ki, necə ki məsələn birdən-birə 50 yaşında insanlar Instagram zad çıxdı deyə influencer oldular. O günə kimi sadəcə o yox idi. Bizim də o şansımız var gələcəkdən AI nə bilim film eləmək şeyi çıxsa. Ondan da savayı mən o qədər successful məsələn biznes quran insanlar tanıyıram. KFC məsələn qurulubdu, nə bilim. O potensialı çıxartmaq o deyil axı. Odur da, yəni kişi ölürdü acından, yəni pulu zad heç nə olmadı. Yəni şey o ofitser idi, sonra birdən-birə amma çör oldu. Yəni o potensialı bəlkə də özündə görmürdü, amma birdən-birə tapdı. Ya bilmirəm, məncə sənin içində hələ çoxlu potensiallar var, kəşf olunacaq. Kəşf olunmayan var deyirsən, at sürməyə zad. Məsələn, nə bilirsən necə at sürərsən? At sürə bilirəm, yaxşı sürürəm, at çapa bilirəm.
Bu var olmuş bir potensial. Hə, ya mən bilmirəm, yəqin ki, o adamın случай, yəni o adamın vəziyyətində elə insanlar var da, Zosik, yəni kəndin arasında da heç vaxt heç bir kursa getməyib, heç nəyi kəşf eləməyib. Ona görə o yaşda. Mənə elə gəlir ki, biz artıq yəni əlimizdə olan bütün hər şeyi yoxlamışıq da özümüz. Birdən-birə yəni, opera sənətçisi ola bilməyəcəm də. Bu gündən sonra bilmirəm, heç düşünə bilmədim ki, ancaq texnologiya inkişaf edərsə hansısa nəticəsində biz nəsə başqa bir şey. O biraz aha moment da ola bilər yəni. Bir də gördün gəlir, hə. Bir yaşdan sonra gəlir, hə? Gələr məncə, hə. Mənə elə gəlir bir yaşdan sonra daha çox gəlir. Wow. İndiki dövrdə simboli daha çox görürük elə insanlar. Hansılar ki, 50 yaşından sonra, 60 yaşından sonra birdən-birə başlayırlar nə ilənsə məşğul olmağa. Hə, hobbi olaraq. olaraq. Ola bilər, hə. Yox, ola da bilər Zosi. Yəni ehtimal verək. Okay. Amma sən bir gardening problem. Gardening qızdır, bağbanlıq yəni. Niyəsə sən gül çiçəklərlə oynayan görə bildimi Zosi bir anda? Sıfırın altında. Sıfırın altında elə bir ehtimalın olması ki, mən gardener olurum. Sıfır belə deyil. Yəni heç yoxdur. Mən ola bilərəm gardener məsələn. Sən nə yapışır öldürərsə çiçək. Şu an burada çiçəyimə baxa-baxa bunu deməyim. Yox, Zosi, o yaşayır. Ölməyib. Yox, mən onu prosta perisadit eləyəcəm. Hə, can. O günlərim bir dənə video çıxıb qabağıma. Bir dənə qadındı gedib nursery deyirlər burada o mağazinlərə hardakı çoxu güllər satılır, dipçəklər yəni. Gedir belə baxır. Görüm hansını aparım özümdən evdə ölməyə. Yəni bugün kimi öldürək. Gül qatili. Zosi belə əl işlərinə sənin həvəsin var? Çox. Var, hə? Çox. Və əlimdən də gəlir. Məsələn, nə gəlir əlindən? Mən bir ara dəhşətli dərəcədə hobbi olaraq scrapbookinglə məşğul olurdum və bütün hər şey almışdım onun üçün. Scrapbookingin nə olduğunu burada yazarıq. O əl işi deyil, Zosi. 100% əl işidir. Bütün hər şeyi əlimlə kəsirdim. Hə, o bayağı əl işidir. Ümumiyyətlə Zosi toxuya bilirəm məsələn. Nəsə tikə bilirəm. Okay. Hə, məsələn kağızlarımın, kanvaslarımın hamısını özüm kəsirəm. Həvəsin var yəni əllə nəsə düzəltməyə. Əllə nəsə eləməyi. Bəs rəssamlığa zədə olmayıb heç vaxt həvəsin? Olub. Pandemiya vaxtı mən başladım karandaşla rəsmlər çəkməyə. Bu arada pis də alınmırdı. Bax işte deyirəm də mənim həyatım çox belə təlaşlı keçirdi yəni. Bunları kəşf eləməyə və bunlara vaxt invest eləməyə mənim imkanım yoxdur. Yəni resursum yoxdur, vaxtım yoxdur. Bəlkə də. Ona görə mən düşünürəm ki, biraz belə özümə o flexibility versəm taparam. 50-lərdə filan belə oturub hobbilərimizin. Hətta daha tez də ola bilər. Kim bilir? Arxasıca gedək. Qəlbimin ağrısını. Kim bilir? Həsrətin. Ola bilər, hər şey ola bilər. Keçək o birisi mövzuya. Keçək. Bir dənə də belə bir effekt var. Bu maraqlı effekt adlarını araşdırırdım. IKEA effekti. Və IKEA effekti xüsusilə yəqin sizin aranızda xaricdə yaşayanlar bunun daha yaxşı bilər niyə bunun adı IKEA effektidir. Nəyisə öz əlinin zəhməti ilə eləyəndə, əl yox, ümumiyyətlə sən zəhmət çəkmisənsə nə üçünsə, onun sənin üçün dəyəri hər zaman çox daha yüksək olur. Və bunu niyə IKEA effekti deyirlər? Çünki yəni IKEA-da biz mebel alanda bizə belə konstruksiya formasında gəlir və biz tək ondan bir nə bilim divan düzəldirik, yataq düzəldirik, şkaf düzəldirik. Çox əməkli bir işdir və burdan yəni yola çıxaraq bu şeyin adını, davranışın adını IKEA effekti qoyublar ki, yəni biz özümüz də nəyisə əgər əziyyət çəkmişiksə, ona daha çox dəyər veririk və bu dəyər hər zaman obyektiv dəyər olmur. Qatılıram. 100% mən də olmadığına qatılıram və bunu hər şeyə apply eləmək olar. Hər şeyə apply eləyirlər bunu. Bundan əvvəl hansısa epizodlarda bu haqqda danışmışdıq. O bir dənə tanıdığım bir qadın var idi, hansı ki invest eləmişdi veb saytına, işçiləri var idi falan və onu buraxmaq istəmirdi və səbəbi məhz bu idi ki, mən axı buna bu qədər vaxt sərf eləmişəm, mən buna bu qədər resurs sərf eləmişəm. Yəni o konsultantı da ona qayıdıb demişdi ki, okey də, yəni daha nə qədər bunu waste eləyəcəksən, hardasa dayanman lazımdır. Məsələn, bu çox gözəl elə bir misaldır ki, işinə qarşı da insan bəzən gərəksiz dərəcədə o anlamı yükləyirsən, çünki artıq indiyənə qədər çox vaxt sərf eləmisən buna və o vaxtı elə bir sərf eləməyə davam edirsən. Hətta münasibətlərə belə bunu apply eləmək olar. O qədər insan var ki, sağlıqsız münasibətlərdə olmağa davam edir, çünki deyir, 10 ildir bir yerdəyik.
vaxtımı Bu çox sərf eləyir. qeyri-sağlam bir düşüncə kimi gəlir mənə bu iki effekti. Məncə də. 100% məndə də olub həyatımın hansısa dövrlərində və ondan yəni qurtulmağa çalışdığım bir şeydir. Məsələn, iş yerindən ayrıla bilməmək mənim uzun müddət bunu yaşamışam. Çünki yəni artıq dedim, ayda mən bura neçə ilimi vermişəm, neçə ildir mən bura üçün potensialımı bura xərcləmişəm, nə bilim də və burdan necə çıxa bilərəm. Amma indi məsələn işim bağlandı və başa düşürəm ki, yox da, yəni heç də yəni çox ağılsız bir fikir imiş ki, sırf o qədər əziyyət. Və bu deyir, məsələn, valideynlərin uşaqlarına olan əgəndə obyektiv olmayan sevgi və yaxud obyektiv olmayan, məsələn, o olur belə sənə göstərirlər ki, gör necə ağıllıdır mənim uşağım, gör necə yəni talantlıdır, baxırsan adi uşaq. Heç nə deyə bilmirsən. Öz eləyib o uşağı. Prosta onun üzərində əziyyət çəkmisən o qədər deyə, o sənə ən ağıllı, ən nə bilim istedadlı, ən filan gəlir ki, bu da qeyri-sağlam bir düşüncədir də, yəni ki, kontrol etməli olduğumuz bir hissdir ki, hər şeyə baxmamaq lazımdır. Amma onu da realize eləmək çətindir, Zosi. Çox çətindir, Zosi. Sən məsələn deyirsən, işləyirdin, fikirləşirdin ki, necə mən buradan çıxa bilərəm. Amma o sənin əlindən aldandan sonra sən başa düşdün ki, həyat əslində rahat da gedir. Daha da yaxşı belə ola bilərmiş hansı nöqtədən sonra. Belə bir fikir var. Deyəsən hansı şair, türk şairinin sözüdür, yadımda deyil. Deyir ki, həyatım altı üst olana kimi başa düşmürdüm ki, altı üstündən daha yaxşıdır. I didn't even realize that. Çaçan ki, altı üstü oldu dedim, akazı altı daha yaxşıymış. Mən bugünə kimi qorxurdum ki, birdən həyatım altı üstü olar. Sənin təlaşın da birdən həyatım altı üstü olar. Bir də ayılırsan ki, səhv yaşayırmışam mən indiyə kimi, başa düşdün? Çox, yəni bu çox yaşanan bir şeydir. Məndə məsələn bu insan itirəndə də Zosi belə olur. Məsələn, kimisə itirəndə o adamla bütün o xatirələr, nə bilim, onunla arası tripə getmişəm. Elə bilirəm o tripi də itirdim, başa düşdün? Qəribə bir şeydir ki, mən axı tripə o adamla getmişəm, yəni. Bu xatirələri də itirəcəm, yəni tək o insanı deyil, o insana bağlı olan bütün xatirələri itirəcəm. Və ayrılmaq çox çətin olur bu iki effektinə görə. Ona görə IKEA elə də yəni nasıl keyfiyyətli mebel deyil. Zaten heç nə keyfiyyətli deyil, heç effekti də keyfiyyətli deyil. Bu effekt biraz çaşdırıcıdır və deyim ki, indinin hal-hazırda yəni bu effekti tanıyaraq çalışıram, nəsə eləyim ki, yenə də bunu eləməyim. Həyatımda əminəm hələm də IKEA effekti ilə həyatımda tutduğum, nə bilim, bir çox şey var. Əşya demirəm bu arada, hansısa patternları deyirəm ki, məsələn, dəyişmək vaxtıdır, amma hələ də dəyişmirəm. Çünki niyə? Çünki artıq beyin bu patterni tanıyır və onun üçün onu təkrarlamaq çox daha asandır, nəinki onu yenisindən əvəz eləmək. Ona görə bu çox böyük effort sərf eləyir. Ona görə mən admire eləyirəm, məsələn, insanları, hansılar ki, nə bilim, birdən-birə 20 ildən, 25 ildən, 30 ildən sonra, hansısa rutin həyatdan sonra birdən həyatlarını tamamilə dəyişirlər. Yeni bir şey, yeni bir həyat qururlar özlərinə. Mən o an o insanın beynini merak edirəm. Gör o beyin nə şoklar yaşayır, gör o beyin necə expand olur bir anda mənə ki. Mənə çox motivasiya verir elə şeylər. Of course, çox, mənə yəni, də. Mənə də. Yəni istəyirəm elə bir həyatım olsun ki, hər an dəyişsin. Hər an olmasa da biraz stabilitet deyil. Amma tez-tez dəyişsin. Stabilitet sevmirəm heç. Mən sevirəm. Heç olmasa material stabilitet. O da yəni də, o da dəyişkən olanda bir excitement qatır adamın həyatına, bir də görsən ki. No, almayım, thank you. I'm good. Material instability ilə sınanmaq istəmirəm. Belə yəni ki, başqa İstəsən də, istəməsən də həyatda da Zosi, neyə bilərik ki? Sınanacağımız çox şey var. Okey, o olmasın, o qədər şeylə hələ elə gələcəkdə sınanacağıq. Zaten bu bir zarafatdır. Yəni onunla başqa o boyda böyük problemlər var ki, heç yəni materialin adamın gözünə görünmür. Ondan böyük dərdlərlə sınanmayaq təbii ki. Amma bir fikir deyəcəydim, fikrim uçdu beynimdən. Bilirsiniz nə deyəcəydim? Bir çox insan iki effekti ilə şəhərini dəyişmir, ölkəni dəyişmir, emiqrasiya eləyir, emiqrasiyada qalmağa davam eləyir. Çünki fikirləşir ki, artıq neçə illərdir yaşamışam burada, artıq bir
qayıtsam necə olar? Bax o da IKEA effektidir. Biz bu haqqda danışmışıq. Bundan da danışmışıq. Amma o vaxt hələ IKEA effekti ilə tanış olmamışdım. Bunların hamısı IKEA effektinin Hamısı onun nəticəsiymiş insanlarda. nəticəsiymiş. Görürsüz, labelini tapdıq. Başqa nə də görəsən var bizdə IKEA IKEA effekti? effekti. Başqa 100% şeydə var da o bunu da o gün sənə dedim Zosi ki, insanlar sadəcə birini sevirsən deyə sən onun bütün qüsurlarına göz yumursan. O halo effekti idi. Yox, halo effekt o deyildi. Oydu da. Yox, o halo effekt idi. Yeah. Gözlə. Yəni sən o insanın artıq heç bir o ilk tanışlıqdakı halo effektdir. Mən Yəni amma heç şeydən bir danışıram, mənfisini məsələn, görmürsün. ailə üzvü və okey. ondan danışıram, tipa çox qohumu var filan da. Hə. Tipa yəni sadəcə o insanı sevirsən deyə onun hər şeyinə tolerə edirsən də. Qohumun, anan, atan. Da effekt olaraq ola bilər ki, effektidir. Hə, yəni onun məsələn şeyini yaşayıram arada ki, insanlara yəni sadəcə nə bilim qan bağımız var deyə ya da nə bilim də çox yaxınıq, çox sevirik o insanı deyə daha çox tolerə edirik. Amma başqa adamın ancaq mənfilərini görüb deyir, ay yox, səni sevmirəmsə, sənin mənfilərin gözümə batır. Amma bu mənim üçün normaldır. Qeyri-adildir də. Yəni orada mən özümü qeyri-adil olduğumu qəbul edirəm. Zaten adillik mənim vecimə deyil, əgər söhbət mənim çox sevdiyim və qan bağımı olduğum yaxınlarımdan gedirsə. Adillik falan mənim gözümə görükməz. Mənim ilahi ədalət çox önəmlidir. Mən elə şeylərə çox önəm verən insanam. Yəni məsələn, tutaq ki, oğlun olsaydı sabah, şey olsaydı, qatil olsaydı, sən onun tərəfində olardın? Unconditionally, düşünmədən. Really? Yeah. Mən olmazdım. Ya da məsələn, pedofil olub. Zosi. Oğlun yoxdur deyə rahat verən misallar verirəm də. Elə dedin ki, Zosi, Allah göstərməsin, sanki elə bir ehtimal var. Zaten hər ehtimal həmişə var. Ehtimal həmişə var. Bu sən çox belə ucdan bir misal gətirdin də. Sən də misal gətirə-gətirə biri pedofil, o birisi də qatil. İlahi ədalət odur da. Yəni mən orada uclarda qalıram. Mən bilmirəm mən o an nə edərəm. Mən indi sənə kəsin deyə bilmərəm, amma ki 100% deyərəm ki, belə yox, belə yox, belə. Çünki bax bir uşaq böyüyüb elə bir insana çevrilirsə, bu birinci növbədə mənim günahımdır valideyn olaraq. Və ona görə yəni bu çox kompleks bir issuedur. Mən ona görə buna indi deyə bilmərəm ki, hə, ilahi ədalətə yaslanıb deyərəm ki, sən get türmədə yat. Absolutely not. Yəni sevgin 100% azalmaz. Çünki sən o insanı sevmə hissin azala bilməz. Öz evladına olan sevgisi necə azalar? Yox, elələr də var. Var yəqin ki, okey. Hə. Ona da bir ehtimal veririk. Az da olsa, nadirən də olsa var. Amma yəni məndə azalmaz. Hə, yəni ki məndə o unconditional səndə o dərəcə, o leveldadır. Məndə o levelda deyil. Mən özümdə onu görə bilirəm ki, mən çox obyektivəm. Yəni kimisə mənfidirsə mənfidir mənim gözümdə. Nazəsi indi sənə demək asandır. Ailədir kimi baxma. Sənə demək asandır. Biraz o sötü evlada qarşı Evlad üçün demirəm də, ailəmizdən danışıram. Hə, ümumiyyətlə ailədən danışırıqsa, mən ailəmə evlad başqa level. Mən ailəmə qarşı da bias olaram, yəni onların tərəfində regardless olaram hər zaman. Mən olmaram. Yəqin ki, deməli sən çox belə ailə şeyində, tərbiyəsində böyümüsən. Mən o qədər. Mənim üçün o çox önəmlidir. Çox önəmlidir. Mənim üçün heç O mənim üçün IKEA effektdir yəni. Görsən deməli. 100%. Amma yes, ailə mənim üçün çox önəmlidir. Ailəm üçün ölümə gedərəm. İç yüzü açılacaq. Nə oldu buna? Bir qatil, bir nə bilim nə. Allah. Məni nəylə sınamağa çalışırsan? Səviyyələrim maraqlıdır ki, nə demək istəyirsən. You're testing your limits and my limits. I don't know da. Mən bilmirəm o limitlərim hardadır. Ölümə gedərmiyim bilmirəm. Böyrəyimi verərəm amma yəni lazım olsa verərəm. Böyrəyimi mən də verərəm. Böyrək vermək şey deyil yəni mənim üçün. O başqa şeydir. Yəqin ki, conditionlardan asılı olaraq yəni mənim bir dependentim var, məndən asılı olan bir can var və təbii ki, belə bir böyük addımı atmamışdan əvvəl birinci o canı düşünərəm, çünki onun mənə ehtiyacı var. Amma ümumiyyətlə,
yəni mənim üçün çox önəmlidir də. Sənin kimi şey belə cool baxmıram ona. I see. Yeah. Bir belə duyğu, hiss emosional bağlısan. Çox emosionalla bağlıyam, emosionalla yaşayıram. Onlar nə isə yaşayanda mən də yaşayıram. Onları mən də yaşayıram, Hə. amma ondan danışmıram mən hər halda. Nədən danışırsan sən hər halda? Yəni ki, daha belə adekvat leveldə yaşayıram da, başa düşdün? Hə, okey, mən niyə adekvatam? Hə də, yəni sən ekstra. Bəlkə sənsən niyə bağlısan. adekvat? Bəlkə bağlı olmaq normaldır. Hə. Hə. Ola bilər. Ola bilər. Bəlkə, Bu da bir ehtimaldır. bu da bir ehtimaldır, Yəni. bəlkə də. Yo, 100% qatılıram sənə. Mənimki zaten anormal olandır. Normal olan səninkidir. Bilmirəm işte kimə görə, Yəni, nəyə görə? adekvat İndi olmaq deyirik, daha normal normaldır. deyə bir şey nədir yəni? Yəni çoxluq elədir də, başa düşdün? Çoxluq belədirsə, zaten bu Norma sayılır. Norma çoxluq üçün sayılır. Həmin o çoxluğun üzvləri üçün sayılır. Yəni bu norma çox относительный bir şeydir də. Yəni kimin üçün, nəyin üçün? Yəni okey, hə, general qəbul olunmuş normalar var, amma kimin üçünsə də onlar qəbul olunmazdı və onlar başqa normalarla yaşayır. Nəyə bağladın bunu? Sorğuluyorum. Nəyə gedir söhbət deyə belə maraqla baxıram. Sən deyirsən ki, sənin yaşadığın normadır. Mən də deyirəm ki, Yo, mənimki anormaldır. yox, mənim yaşadığım Səninki deyirsən daha normaldır. Ailəyə elə bağlı olmaq, vətənə. Mən məsələn vətənə ilə bağlı olmağı normal saymıram, amma kimin üçünsə də o normaldır. Mən də onu deyirəm ki, normal yəni majority-nin elədiyi odur da, başa düşdün? Ondan. Okay, that's another thing. It's majority for that for those people who are normalizing it. O majority zaten kütlə, böyük əksəriyyət nə eləyirsə normalda normal o deməkdir də deyirlər, onu qəbul edirlər. Onu deyirik ya. Amma bu o demək deyil ki, hamı o normanı qəbul eləyir də. Majority qəbul eləyir, amma bir də minority var axı. Normaldır, minority anormal zaten. İşte mən ona qatılmıram. Elə bir şey, okey, biz ona term olaraq normal sözünü deyirik, labelini qoyuruq, yapışdırırıq. Çünki bizə belə yeridilib ki, normal deyə bir şey var. Təbii ki. Amma yoxdur. Hə, yox, əlbəttə hansı düzdür demirəm. Barışdıq. Küsmüşdün, arada küstü, barışdı. Sənə eləyirəm. Qaçırmışam o an. I'm joking. Bizə bir sual gəlmişdi və sual da deyil, sadəcə olaraq mövzu olaraq nə haqqda danışaq deyə bir story paylaşmışdıq və ona cavab olaraq bir xanım yazmışdı ki, anasının taleyini yaşamaq istəməyən qızlar haqqında danışın. Və çox maraqlıdır ki, paradoksalni bir şey. Bu gün mən rəfiqəmlə danışırdım və məhz istəmədən, yəni unintentionally gəldiyi mövzu bura çatdı ki, dedi, Ayda, fikirləşirəm ki, o qədər bəzi şeylərdə mamanı həmişə cacə eləyirdim böyüyəndə. Deyirdim ki, Ayda, bunu belə eləyir, onu elə eləyir. İndi fərqinə varmışam ki, onun elədiyi hər şeyi mən də başlamışam eləməyə. Və çox maraqlıdır ki, mən də bunu özümdə hiss edirəm. Və ətrafımda çox belə qadın rəfiqələrim var ki, hansılar ki, eyni şeyi hiss edirlər. Həqiqətən də o mamada bəyənmədiyim o qədər xüsusiyyət var idi ki, hamısını indi təkrarlayıram mən də. Hamısını. Hamısını olmasa da okey, biraz abartdım. İnanma zaten. Nerede dediğime inanma. Zaten, Zoysi zaten. Amma var o şey. Amma var bəzi şeylər. Birdən belə elədiyim halda deyirəm, içimdəki mama çıxdı. Bu nə idi belə? Təbii ki, bu mamanın taleyini yaşamaq deyil. Amma hardasa da mamanın taleyini yaşamaqdır. Çünki bəzən istəmədən, düşünmədən, anlamadan onların patternlarını belə təkrarlayırıq. Elədir Zosi. Yəni adi gündəlik həyatda elədikləri şeylərin dışında hansısa patternlarını təkrarlayırıq. Bu məsələn anasının taleyini əslində yaşamağa səni çox yönləndirən analar da olur və hətta tam tərsi, onlarda belə o şey hissi olur ki, mən məsələn bunu həmişə eləmək istəmişəm. Mənim arzum bu olub, amma özüm eləyə bilməmişəm, uşağım eləsin. Və elə bir öz beynində istədiyi bütün şeyləri uşağının eləməyinə çalışır da və ətdiyin də bir özünün klonunu nəticədə yaratmış kimi olur və o uşaq da birdən belə olur ki, mən anama çevrilmişəm. Anamın reallaşmayan arzularına və burada məsələn o iki effektinə çox oxşuyur. Yəni ki, sən elə bil ki, uşağına belə ayrı bir fərd olaraq yanaşmırsan, özünün çox bir parçan olaraq extended self o dəfə dediyim kimi yanaşdığın üçün sən elə bil ki, istəsən də istəməsən də uşaq sənin taleyi başlayır yaşamağa və nəticədə sənin hansısa, sən elə bil ki, öz
idealı kimi, kumiri kimi görməyə başlayır. Yeah. Yəni bu da biraz yəqin ki, o separasiya ehtiyacı olan vəziyyətdir. Amma Zosin dediyi o fikrə mən də qatılıram ki, mən də onu hiss edirəm ki, elə bil ki, o DNK kodu ilə aramızdakı o connection kimi bir şey, karmik bir connection'dır nədirsə, sən yəni desən də ki, mən anam kimi olmayacağam, mən anama oxşamayacağam və yaxud ya da çox oxşayacağam. Hər nə desən də o dediklərindən daha çox o genetik kodla elə bil ki, bir-birimizi eşidirik. Yəni bir-birimizlə danışırıq. Səncə o genetik koddur, yoxsa o subconscious minddir? Çünki mən bunu həm də Yəqin ona həm odur, həm odur. əlaqələndirirəm. Ki məsələn biz böyüyəndə o mühitdə böyüyürük, valideynlərimizi absorb eləyə böyürük. Yəni çox həyatımızda gördüyümüz insanlar olur o yaşda və istər-istəməz o artıq bizim beynimizin hansısa hissəsində qalır və beyin də həmişə tanıdığı ssenariləri sənə yaşatmağa çalışır da. Yəni o sistemi qırmaq çox çətindir. Çox çətindir. Çox. Amma genetik tərəfdən də mən bilirsən niyə bunun o şeyə inanıram, yəni ki, məsələn tutaq ki, itlər də həmişə mənim sevdiyim misallardan biri. Necə məsələn bir it bilir ki, tutaq ki, təhlükə var burada və yaxud həyatım. O elə bil ki, bizim DNK ilə ilk insandan, ilk itdən bura bizə o mesajlar ötürülür. Biz o mesajları oxuyuruq. İnstinktlərimiz bizim, məsələn, reflekslərimiz yıxılanda tutmaq, nəsə düşəndə, məsələn də birinə kömək eləmək. Bunlar bizim mesajlardır. Beyin burada yazılıb ki, bunu elə, bunu eləmə, bunu eləmə və o bizim DNK-mızla bizə ötürülən mesaj kimi gəlir mənə. Ona görə düşünürəm ki, anamdan yarandığım üçün onun da nəslində hansısa kökündən gələn o mesajla biz oxşar şeylər yaşayır ola bilərik, başa düşdün? Sən məsələn araşdırmısan, mamavın bəs yaşadığı bəzi paternlər nənən də yaşayıb, mamanın maması? Yox. Yeah. Yox, məsələn. Mən məsələn Səndə? Məndə də yaşamayıb Really? və mənə elə gəlir ki, bilmirəm, bəlkə də indi sən deyirsən, bəlkə bir mamam yaşamayıb, bəlkə bacısı yaşayıb, bəlkə iminli mamamın yaşadığını, nənəmin yaşadığını o mamamın hansı bacısı yaşayıb, o da ola bilər. Amma bəzi şeylər də var ki, nənəm məsələn eləyib, mamam da onu eləyib. Nənəmi eləyən yerdə də onu görmüşəm. Məsələn, mənim nənəm çox gözəl tikiş tikirdi. O da həmişə belə bacarırdı, əlindən gəlirdi. Və mənim mamam da toçnu nənəm kimi otururdu və onun da əlindən çox qəşəng gəlirdi tikiş işləri. Biz həmişə paltarlar falan tikirdi uşaq olanda konsertlərdə iştirak eləmək üçün. Məsələn, bəzi şeylər keçir. Bənzərlikləri var. Yəni gestikulyasiyada belə hətta var. Məndə mama ilə nənə bir-birinin antonimidir. Yəni elə belə heç qohum deyirlər. Amma ümumiyyətlə bizdə də mama ilə nənə bənzəmirdilər. Xasiyyət olaraq bənzəmirdilər, amma eyni anda mamanın götürdüyü bəzi şeylər var idi. Mama bizə daha belə şıltaqdı, nənə daha sakit təbiətli idi elə. Nənəmi düşündüm və sakit təbiətli sözü çatdan çıxdı. Ola bilər hansı bənzərlikləri var. Arada məsələn mamaya mən başlamışam deməyə ki, Nikuş kimi danışmada bəsdir. Right? Onu görürəm ki, məsələn o hiss edirəm ki, məndə başlayıb ki, bəsdir anan kimi danışdın. Bilirəm mama baxır bizə. Öpürük sizi. Ona görə o olur. Amma ikisinin həyatında paralel görmürəm. Belə oxşar həyatları olmayıb. Amma mənlə mamanın həyatı çox oxşardı. Çox paraleldir. Mən məsələn indi müqayisə eləyirəm. Qızım böyüyür də. Mənə heç oxşamır. Xarakter olaraq mən də mamama heç oxşamıram. Əlaqəm yoxdur. Amma yaşadığım şeylər oxşuyur. Bəzi şeylərdə də məsələn görürəm də indi uşağım da danışır mənə rəfiqələri ilə olan münasibətlərdə falan. Məndən daha rasionaldır. Məndən daha düzgün qərarlar verir. Hansısa situasiyalarda bəzən məndən çox daha düzgün qərar verə bilər. Mən məsələn çox emosionalam və hardasa belə bir vspılçılı bir çıxış eləyə bilər. İmpulsiv qərar verə bilər. O mənə şey eləyər ki, mən onu belə yox, belə həll eləyəcəm. Sən narahat olma, sən get kompüterindən məşğul ol. Yeah, I know what you mean. Biz də mama ilə elədir münasibətimiz. Mama daha uşaq kimidir, şıltaqdır. Mən daha belə torpaqdayam, yerə basıram, belə sakitləşdirirəm mamanı. Amma məsələn xarakterlərimiz heç oxşamasa da
şeylərimiz çox oxşuyur. Məsələn, o işə Amma bəzi qarşı, şeylərimiz də karyeraya. oxşuyur amma. Xarakterdə, xarakterdə oxşamır. Xarakterdə olmasa da, amma belə bir hərəkətlərimiz, hərəkətlərdə jestlərimiz filan, danışdığımız mövzular zad oxşuyur, onlar 100%. Amma personalitilərimiz heç oxşamır. Mən yəni benim atamam yəni. Eyni. Atamı burnundan düşmüşəm yəni. O dərəcədə atamam. Bilməz miyim Zosi? Amma sən məsələn çox anansan. Çox Mən anansan. çox mamayam, Sən hə. yəni ki, atanla bir əlaqən çox yaxından, uzaqdan yoxdur. Yox. Tam Mənim böyük anansan. bacım точно mənim papamdır. Vau. Точно. Vau. Mənim papam çox trivojnikdir. Yəni mən özümə trivojnik deyirəm, məndə yoxdur elə şey. Mənim papam çox trivojnikdir və mənim böyük bacım da точно elədir. Amma mama bizdə çox şeydir belə. Həmişə enerji dolu, onu eləyər, cilvəli, belə. Cilvəlidir, belə Çox, cilvəsi özündən. Enerjisi yüksək. Mən də onu точно, məndə də o xasiyyət точно mama kimidir. Onu mənə bütün rəfiqələrim deyir ki, tanıyan mama. Yəni anamızın taleyini yaşayırıq. Yaşayırıq. Dostlar. Nə qədər də İstəsək bunu, istəmə. Bəzi şeylərdə amma istəyirik də. Zosi analarımız da yəni, nə olub ki, gül kimi həyatları var da. Yəni çox şükür. Niyə yaşamayaq onlar? Yəni mən qürur duyaram anam kimi bir həyatım olsa. Mən məsələn mənim həyatımda anamın həyatı mənə şey kimi gəlir. Celebrity həyatı kimi. Yəni baxıram deyirəm, ayda mən də belə həyatım olsun istəyərdim. Mən anama hero kimi baxıram. Ya 4 uşaq böyütmək nə deməkdir ana? Aysə mənim üçün də yəni kumirdir. Yəni ki, həqiqətən də mən düşünürəm ki, halal olsun. Bura bir alqış qoyaq mamalarımıza. Mamalarımızı çox sevirik. Təzəlicə analar günü oldu 1 ay öncə. Oradan təzəlikcə 1 ay öncə 4 epizod əvvəl. Təbrik eləyirik. Yəni bəlkə də Zosi demiş, anaların taleyini yaşamaq da deməyim, yaşamamaq da deməyim, deny eləməmək lazımdır. Yəni inkar eləməmək lazımdır. Gəldiyimiz mühiti inkar eləməmək lazımdır. Sadəcə olaraq bəzi patternları təkrarlamamaqda özümüzdə güc tapmalıyıq və illa anamın yəni patternını yaşayacağam, anamın taleyini yaşayacağam deyə bir şey yoxdur. Yəni insanın hər şeyi öz əlindədir. Uzaqbaşı. Denən həyat. Və valideynlər üçün də yəni bunu bir daha demək istəyirəm də, yəni sən nəyisə, nə bilim də fransız dilini öyrənmək istəmirsən, içində qalıb deyə o uşağı məcbur eləməməlisən fransız dilini öyrənməyə. Bunu eləmişəm. Hə, yəni normalda Zosi impulsiv qərarlarından daha biri. Yəni ki, onun bir aydınlanmasını bir an yaşamaq lazımdır ki, bu onun həyatıdır, o seçməli. Bəlkə Çin dilini öyrənmək istəyir, bəlkə at çapmaq istəyir, bayaqdan atdan danışırıq. Yəni ki, səndən qıraq bir varlıqdır yəqin ki. Sənin extensionun deyil. Burada bir dənə çox gözəl söz var. Uşaq bizim extensionumuz deyil, bizim davamımız deyil. Yəni bir robot kimi bizə bağlı deyil. Ayrı bir individumdur, ayrı bir varlıqdır və təbii ki, bəlli yaşa qədər valideyn supervision altında, amma daha sonra özü öz qərarlarını verməlidir. Keçən dəfəki epizodumuza baxanda biraz daha qısa oldu. bu mental breakdownlar həftəsində dostlar bizə və bu arada mental keçirəm, yəni bu gün 38-39 dərəcə hava var burada. Yəni real hava 39-dur, hiss edilən 40-lardadır. 40-lardadır, hə. Ona görə bugün Washington DC dünyada istilik üzrə 3-cü yerdə idi. Biri hansı Afrika ölkəsi idi, biri də səhv eləmirəmsə Argentina idi. Mən də bu xəbəri gördüm ki, yəni dünyada ən isti nöqtələrdən biri olub bura və biz də bugün burada belə bir epizodla qarşınıza çıxdıq. Bizə abunə olmağı unutmayın. Xahiş edirik, sizi çox sevirik. Sağ olun.